Bakının Səbail və Qaradağ rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb. Bu barədə bir neçə gün öncədən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb vətəndaşları xəbərdar edib. Buna səbəb isə magistral su xəttində aparılacaq təmir bərpa işlərinin olduğu göstərilir. Təmir işlərinin dekabr ayının 5-i yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq. Bu müddətdə sakinlərə maşınlarla su verilir. Qurumdan verilən məlumata görə 18-20 ton tutumu olan maşınlarda gətirilən su təmir bərpa aparılan müddətdə vətəndaşların günlük tələbatını ödəyir. Müvəqqəti yaranmış fasilə zamanı əhalini su ilə təmin edən agentliyin həyata keçirdiyi işlər vətəndaşların içməli su təminatının yaxşılaşdırılmasına yönəlib. Qeyd edək ki, Səbail rayonunda yerləşən jurnalistlər binasına da su ilə bağlı yaranan fasilə ilə əlaqədar olaraq 2 gün ərzində maşınlarla 100 tondan artıq su daşınıb. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.